Biz əlimizdən gələni eləyərik. Əsas odur ki, siz o tələblərə cavab verən tələbələr olasınız. Yəni, hər zaman o qəbul eləmək istəyəndə bir tələbəni müəyyən tələblər qoyurlar. Dili yaxşı bilsin, nə bilim də, indi həm də gedir orada supervisor bir yoxlayır onu, baxım görün bunun təfəkkürü necədir, rəhbərlik eləmək istəyən insan tapılmalıdır ki, bəli, bax, mən bu tələbədən xoşum gəldi. Dünya görüşünü, bunun baxışını mən gördüm ki, bu hətta oradan tədqiqat işi ilə məşğul olmaq istəyir. PhD gedib oxuyarsınız, başqa master oxuyarsınız, əgər kimsə sizdən bakalavrdırsa, elə. Biz sizin üçün o şəraiti yaradaq. Özü də bunlar səxavətlə təqaüd verən ölkədirlər. Burada qeyd elədim, bunu danışanda. Mən bunların qrantını olmuşum, vaxtında gedmişəm. O Malayziyanın eninə uzunluğa gəzmişəm. Mükəmməl ölkədir. Onların avtomobil zavodunu o konveyerin lap əvvəlki nöqtəsindən sonuna qədər hansı ki avtomobil artıq çıxır, ona 4 litr də benzin tökürlər və bir nəfər oturur sürücü, onu bir 15-20 metr, 30 metr aralıya sürür, aparır, qoyur oradan Ankara. Belə, yəni onu da izləmişəm. Kənd təsərrüfatı sahəsindəki texnoparklarında olmuşam, sənaye texnoparklarında. Bu palma ağacını görmüşsünüzlər. Belə baxırsan bir yöndəmsiz bir şeydir, elə deyil mi? Adam fikirləşir ki, bundan nə etmək olar, elə deyil. Həmin o palma ağacını, bu gövdəsində, onu doğrayırlar, onu o qədər belə, onu görmüşəm, yəni o prosesi, o texnologiyanı mən gözümlə müşahidə eləmişəm. Döyəcləyib, o qədər belə una dön, müxtəlif etaplardan keçirdəndən sonra, ona şokolada bənzər, bax, məhz şokolad plitkası kimi bir məhsul düzəldirlər. Qutuya qoyurlar, vallahi indi bəzən bilməzsən şokoladda yeyərsən. Onu deməli Avropaya satırlar, başqa ölkələrə yem kimi. Böyle, o bizim digər canlılar üçün yaxşı, qidalı, kalorili yem kimi baha qiymət.